Salam, xoş gördük. Yenidən sizin həmişə olduğu kimi mənim həkim psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Narsistlə mübahisə etmək nə deməkdir? Yəni, siz narsistlə mübahisə edə bilərsinizmi? Məsələ burasındadır ki, narsistlə mübahisə etməyin anlamı da yoxdur, bir nəticəsi də yoxdur. Nəyə görə? İlk öncə onu qeyd edeyim ki, mübahisə əslində normal insanlar üçün bir vasitədir. Niyə görə? Çünki insanlar tamamilə fərqli düşüncədə ola bilərlər. Onların dəyərlər sistemi bir-birindən fərqli ola bilər. Bir-birilərindən gözləntiləri və umduqları fərqli ola bilər. Səhvlər eləyə bilərlər. Və ilaxır və s. Hansı ki, bunları qaydaya qoymaq üçün mübahisə şərtdir. Amma qaydalarına görə oynasan, konstruktiv mübahisə olsa, şəxsiyyətə təsir eləməsə, yalnız və yalnız düşüncələr və davranışlar müzakirə olunsa, belə yox ki, məsələn, sən axmaqsan, belə ki, sən axmaq davranışlar edirsən, amma səndə hər şey qaydasındadır, məsələn. Bu zaman hansısa bir nəticəyə varmaq olur. Yəni, insan problemi həll edir. Demək ki, normal insanlarda mübahisə bir vasitədir. Əsas məqsəd problemi həll eləməkdir. Lakin narsistik bir insanda isə bunun tərsidir. Yəni, məqsəd elə özü mübahisəni yaratmaq və problemləri gündəmdə tutmaqdır ki, həmin insanı öz kontrolu altına ala bilsin. Həmin insanı özündən asılı vəziyyətə sala bilsin. Çünki özü ta daxillərdə çox qırılğandır. Asılı olmaqdan qorxur. Kontrolü itirməkdən qorxur. Elə ona görə də daim istəyir ki, kimlərsə öz idarəsi subordinasiyasında saxlasın. Yəni, məqsəd problemi həll eləmək deyil. Başa düşürsünüzmü? Məqsəd konflikti başladıb problemləri gündəmdə saxlamaqdır. Belə olduğu halda narsist istər-istəməz konflikt edərkən, mübahisə edərkən, yəni oyunu qaydalarına görə oynamır. Yalan, dolandan istifadə eləyir, böhtandan istifadə eləyir, günahlandırır, dəyərdən salır, utandırır, özünü yazıq vəziyyətə gətirir, susmaqla manipulyasiya eləyir, təzyiqlər göstərir, o cümlədən lazım gələndə fiziki şiddət də göstərir. Yəni, məqsəd həmin insanın zəif nöqtələrinə basmaqdır. Keçmişindəki səhvlərdən tutmuş, utandıqları şeylərə, qüsurlarına, elə hər formada, intellektindəki qüsur varsa o nöqtəyə basır, bədənində bir qüsur varsa o nöqtəyə basır, etdikləri səhvlərdə, necə deyil, səhvlər maştabı həddindən artıq böyükdürsə, o nöqtələrə basır. Yəni, bir sözlə, onu daimi bu zəifliklərə basaraq onların içərisində həbs edir. Nəticə etibarilə narsistlə mübahisə aparmaq, ona xüsusilə narsist olduğunu izah eləmək və yaxud da ona ümumiyyətlə nəyisə bir şeyi məntiqi cəhətdən izah eləmək küt bir insana nəyisə başa salmaq kimidir. Axmaq bir insana nəyisə başa salmaq kimidir. Elə bir ki, sən elə bir ki, bir balığa, necə deyirlər, danışmağı öyrədirsən, məsələn. Bir canavara və yaxud da şirə deyirsən ki, ayıbdır, necə deyirlər, heyvanları parçalamaq olmaz, məsələn. Yəni, bu ona bənzəyir. Yəni, boşuna enerji itkisidir, boşuna zaman itkisidir, həm də nəticəsi yoxdur. Yaratdığım The Dark NLP Akademiyası bir çox təhlükəli insanlar, narsistlər, psixopatlar, paranoidlər və duyğusal olaraq qeyri-stabil insanlarla necə başa çıxmağı, onlardan qaçış planları hazırlamağı, yeri gələndə onları manipulə eləməyi və əhəlləşdirməyi öyrədən yeganə sistemdir və bunun seanslarını biz aparırıq. Və Azərbaycanda real şəkildə bu seansları aparan ikinci bir, necə deyirlər, akademiya yoxdur. Yəni, ikinci bir sistem yoxdur. Diqqətinizə görə minnətdaram. Sağ olun.